295 manatlıq kampaniyamızı uzatdıq. Yəni sizlərin istəyi ilə müştərilərimizin tələbi çox olduğuna görə, bax bu gördüyünüz 295 manata sürətlər qutusunun tam endirilib, filtrlə birlikdə yağının dəyişilməsin kampaniyamızı uzatdıq. Bax bu gördüyümüz avtomobil Kia Forte'dir. Yaxınlaşıb sürətlər qutusu yağın dəyişməsi üçün açıldı, baxıldı, hər şey qaydasındadır, heç bir problem yox idi. Sadəcə olaraq artıq vaxt idi, yağ da çox pis qaralmışdı. Yəni 295 manata elə bir qiymətdir ki, bura orijinal filtr də daxildir, yağ da daxildir. Bir də işçilik haqqı, hər bir şey daxil, cəmi 295 manatadır. Keçən dəfə bir dənə qardaşımız da bir komment yazıb ki, bəs deyirlər ki, siz Dubai yağı istifadə edirsiniz, nə bilim, başqa yağlardan istifadə edirsiniz. Onu deyənlərə cavab olaraq bax bunu göstəririk sizə. İstifadə elədiyimiz məhsul Almaniyanın Evrolübudur qardaşlar. Evrolüb markası ilə biz 295 manata dəyişirik. Sürətlər qutusu yağının tam hər şey daxil. Yəni bir fikir qalmasın ki, nələr daxildir, bəlkə nəyisə deyirsiniz, nəyisə yox. Hər şey daxil. Gətirirsiniz avtomobilinizi, qoyursunuz, çıxıb gedirsiniz, istəyirsiniz gözləyə də bilərsiniz, gedə də bilərsiniz. Cəmi 295 manata bax bu xidmətlərin hamısı icra olunur. Evrolüb yağı ilə 295 manata bu sürətlər qutusu yağı tam şəkildə dəyişdiriləcək və problemsiz şəkildə müştəriyə təhvil veriləcək. Bir o məlumatı da deyim, onu da deyirlər ki, niyə demirsiniz videolarda? O məlumatda deyim ki, bu kampaniya yalnız Hyundai və Kia 6 pilləli sürətlər qutularına, SP4 tələbli olan sürətlər qutularına daxildir. Avtomobilinizi peşəkarlara etibar edin.